30 yaşında həftə sonu necə keçməlidir bilmirəm, amma mən günə yəqin ki ütü ilə başlamışam, balkonu yığışdırmışam, otağımı pilisosladım, otağımın qarışıqlığını hələ də yığışdıra bilməmişəm. Pilisosladım, dəhşət tozu idi, silməyi də elədim. Sonra bu tərəflər həmişəki rutin işlər də qab yumaqdır, nə bilim, ipdən paltarları at, qatda yerləşdirdiyinə, daha sonra yenə maşını işlət, yenə səhər. Xoş hava idi, bugün çox xoş hava idi. Heyif ki, işıqda dışarı çıxa bilmədim. Yenə özümə uğradığım vaxtım cəmi 5 dəqiqədir, zibil atmağa düşürəm. Başqa bayaq qeyd elədiyim kimi getdim, biraz nəsə aldım, bişirdim. Etiraf bir dənə oxuyub çatdıra bilmişik deyəsən. Belə mətn oxumaq olsun, bir şeylər oxumaq, öyrənmək olsun. Nə rus, nə ingilis, heç şeyə baxmağa vaxtım olmadı. Biraz hava almağa, yürüyüşə vaxtım sərf olundu. O da çox azdır, yəni demək olar ki, heç nə eləmir, yəni o hərəkət mənə. Sağlamlıq adına bir şeylər, evdə egzərsiz, biraz yeni bir şeylər denəmişəm, çox az. O da dediyim kimi, yəni bu kiloda heç nə eləmir. Günün böyük hissəsi YouTube'a ayrılır.